Salam dəyərli müəllimlər, dəyərli müdavimlər. Bu videoda tədrisdə dizayn düşüncəsinin testlərin izahına baxacağıq. Gəlin birinci tədrisdə dizayn düşüncəsi mövzusunu qısa təkrarlayaq. Daha sonra testlərimizə baxaq ki, sualları hansı ardıcıllıqla tapacağıq, hansı variantda, hansı nümunəni görəndə bu hansı mərhələyə aiddir, elə daha rahat şəkildə tanış olacağıq. Gəlin bir yerdə təkrarlayaq. Deməli, dizayn düşüncəsi mərhələləri hansıları idi? Deməli, empatiya qurmaq. Bu bir. İkincisi hansı idi? Problemi müəyyənləşdirmək. Üç hansı idi? Problemi tapandan sonra problemi həll etmək üçün nələr söyləmək lazımdır? İdeyalar səsləndirmək lazımdır. Deməli, üçüncü mərhələ ideya yaratmaq mərhələsidir. 4 nə idi? Prototipləşdirmək idi. 5 də nə idi? Sonuncusu, bəli, test etmə mərhələsi, yəni sınaq eləyirdi, test eləyirdi orada. Və deyirdi ki, əgər test etmə mərhələsində görsək ki, problem öz həllini tapmayıb, hansı mərhələyə qayıdırdıq? Bunu dərsdə dəfələrlə vurğuladıq. Bəli, birinci empatiya mərhələsinə qayıtmış olurduq. Gəlin bir yerdə sualları oxuyaq və təhlil edək. Deməli, birinci sualdan başlayaq. Hər dəfə mərhələnin adını oxuduqca sizlərə sual verəcəm ki, bu neçənci mərhələyə aiddir. Deməli, birincidə yazıb ki, ideya yaratma mərhələsində. İdeya yaratma mərhələsi dəyərli müdavim neçənci mərhələdir? İdeya yaratmaq, bəli, bu 3-dür. Yadımıza salaq ki, yadımızdan çıxmasın. İdeya yaratma mərhələsində müəllimin ən yaxşı ideyanı tez tapmaq tələbi niyə yanlışdır? Ümumən 3-cü mərhələdə biz demişdik ki, bu mərhələdə yaradıcılıq mərkəzli bir mərhələdir. Burada əsas məqsəd demişdik, hətta üstündən də xətt çəkmişdik ki, məqsəd ən doğru ideyanı seçmək deyildi. Bəs məqsəd nə idi? Mümkün qədər çoxlu ideyalar irəli sürməkdir, yeni, müxtəlif həll yolları səsləndirməkdir, yeni variantlar təklif eləməkdir, fərqli perspektivlərdən baxmaq idi, risk almaq və s. Bunlar hamısı hardaydı? İdeya yaratma mərhələsinə aiddir. Ən yaxşı ideyanı tapmaq tələbi niyə yanlışdır? İndi hal-hazırda səsləndirdiyimiz fikirlərə görə yanlışdır. İndi düşün variantlarda elə bir şey axtarmalıyıq. Məqsəd ən doğru ideyanı seçmək deyildi, mümkün qədər çoxlu ideyalar irəli sürməkdir. Yəni buna sinonim bir cavab axtaracağıq. Başlayaq A variantından. Çünki bu mərhələdə vaxt məhdudiyyəti yarandıqda, ümumiyyətlə ideya yaratmaq mərhələsində biz qeyd eləmişdik ki, hər hansı bir məhdudiyyət olmadan mümkün qədər çoxlu ideyalar səsləndirməkdir. Yəni burada vaxt limiti qoyulub, ona görə A-nı çıxırıq. Çünki ideya yaratma mərhələsində əsas məqsəd problemi tam izah etməkdir. İdeya irəli sürmək isə sonrakı mərhələlərə aiddir. İdeya irəli sürmək elə ideya yaratma mərhələsinə aiddir də. Sonrakı mərhələdə niyə olsun ki bu? Ona görə bunu da çıxırıq. Çünki bu mərhələnin məqsədi düzgün ideyalar seçmək deyil. Baxın, bu dəqiqə bizim qeyd elədiyimiz ən doğru ideyanı seçmək deyildir. Mümkün qədər çox və müxtəlif ideyalar yaratmaq, eyni zamanda fərqli baxışlar bu mərhələnin əsas şərtidir. Bəli, bu dəqiqə dediyimiz fərqli baxışlar, fərqli perspektivlərdən baxmaq. Elə düzgün cavabımız C variantıdır. Digər variantları da oxumağa ehtiyac yoxdur, amma gəlin oxuyaq. Çünki ideyaların qiymətləndirilməsi bu mərhələdə müəllimin deyil, sonraki mərhələlərdə aparılan seçim və təhlil prosesinin səlahiyyətində olmalıdır. Burada cümlədə doğru heç bir şey görmədik. Əslində, baxın, dəyərli müdavimlər, sualın şərtinə deyir ki, ideya yaratmaq mərhələsində ən yaxşı ideyanı seçmək niyə yanlışdır? Düşüb biz düz variant axtarmalı deyilik. Yəni, niyə yanlışdır? Hansı səbəbə görə yanlışdır? Siz düşüb səbəbini axtarmalısınız. Niyə yanlışdır? Baxın, bu səbəbə görə yanlışdır. Y variantına baxaq. Çünki ideya yaratma mərhələsində yalnız texniki cəhətdən mümkün olan həllər nəzərə alınmalıdır. İdeya yaratma mərhələsində məqsəd mümkün qədər ideyalar toplamaqdır. Ona görə bunu da çıxırıq. Düzgün cavabımız 1-də oldu. C variantı. Baxırıq ikinci suala. Aparılan müşahidələr nəticəsində şagirdlərin ev tapşırıqlarını vaxtında yerinə yetirməməsi müəyyən edilmişdir. Araşdırma nəticəsində problemin əsas səbəbinin tapşırıqların təqdimat formasının aydın olmaması olduğu aşkar olunub. Deməli, uşaqlar nəyə başa düşməyiblər? Əsas səbəb nədir? Tapşırıqların təqdimat formasının aydın olmayıb onlara. Bunu aşkar elədik. Şagirdlər dizayn düşüncəsinin ideya yaratmaq mərhələsində bu problemi həll etmək üçün rəqəmsal tapşırıq izləmə alətinin yaradılması ən uyğun həll yolu kimi seçilmişdir. Bu mərhələdə şagirdin dizayn düşüncəsinə əsasən prototipləşdirmə. Prototip neçənci mərhələ idi? Bəli, 4-cü idi. Prototipləşdirmə, hara getdi sualımız? Prototipləşdirmə bacarığının ən düzgün əks etdirən fəaliyyət hansıdır? Deməli, 4-cü mərhələni əks etdirən ən doğru variant hansıdır, deyir. Deməli, gəlin 4-cü mərhələni bir təkrarlayaq, sonra variantlardan axtaraq. Demişdik ki, bu mərhələdə, yəni, ideyalar artıq fikir şəklində qalmırdı.
nə şəklində olurdu? Artıq istifadəçinin görə biləcəyi, reaksiya verə biləcəyi bir obyektə, nə bir məhsula çevrilirdi. Burada misal üçün deyirdi ki, bu mərhələdə də sınaqdan keçirilirdi, amma məhdud istifadəçilər tərəfindən yoxlanılırdı, sınaqdan keçirilirdi. Burada sizcə məqsəd, bunu dərsdə qeyd eləmişdik, yenə də sual verək. Bu mərhələdə əsas məqsəd mükəmməl bir şey hazırlamaq idimi? Təbii ki, xeyr, çünki biz onu yoxlayırdıq, sınaqdan keçirilirdi, sonra ötürürdük test etmə mərhələsinə. Yəni mükəmməl hazırlamaq məcburiyyətində deyilik. Gəlin variantlara baxaq. Rəqəmsal tapşırıq izləmə alətinin bütün funksiyalarını əhatə edən tam proqram təminatı hazırlamaq. Burada bütün funksiyaları əhatə edən tam proqram bu dəqiqə dedi ki, burada mükəmməl hazırlamaq, yəni əsas şərtlərdən biri deyil. Ona görə bunu çıxdıq. Keçirik B variantına. Tapşırıq izləmə alətindən istifadə qaydasını izah edən ətraflı metodik vəsait tərtib etmək. Burada hər hansı bir necə deyim, ideyaları, fikirləri toplayıb nəsə bir obyekt, necə deyim, bir məhsul hazırlanmayıb burada. Ona görə bunu da çıxırıq. Onsuz uşaq onu başa düşməyib də, təzədən metodik vəsaiti verirəm ki, götürün bunu oxuyun. Bu deyil. Bizə lazımdır ki, prototipləşdirmə mərhələsində siz nə isə hazırlayasınız, uşaqlar onu görsünlər, reaksiya verməyi bilsinlər. Yəni ki, mükəmməl hazırlamaq məcburiyyətində deyildik bu arada. Alətin əsas funksiyalarını əks etdirən sadə maket, bəli, bunu demişdik. Sadə maket hazırlaya bilərsiniz, poster hazırlaya bilərsiniz və s. Sadə maket və ya interaktiv nümunə hazırlayaraq onu məhdud istifadəçi, bunu bayaq da qeyd elədik, məhdud istifadəçi qrupu ilə sınaqdan keçirmək. Bəli, ümumiyyətlə ilk etapda məhdud istifadəçilərlə sınaqdan keçirmək elə prototipləşdirmə mərhələsinə aid idi, 4-cü mərhələyə. Bunu dərs izahında da demişdik, bayaq burada da qeyd elədik yenidən. Ona görə düzgün cavabımız D variantıdır. Dəyərli müəllimlər, məsləhət olar ki, bütün bu tipdə sualları oxuyanda bütün variantları oxuyasınız. A düzdür, B düzdür deyib variant götürməyin. Çünki bizə sualın şərti prototipdir. Bizə deyir ki, onu ən düzgün əks etdirəndir. Ən doğrusu hansıdır? Ən doğrunu tapmağın bircə yolu var, bütün variantları oxumaq. Daha sonra digər variantlara da baxaq. Mövcud ev tapşırığı sisteminin effektivliyini müəyyənləşdirmək üçün geniş miqyaslı qiymətləndirmə aparmaq. Ümumiyyətlə, qiymətləndirmədən danışmamışıq, uşaq tərtibatı, təqdimatı başa düşməyib. Seçilmiş ideyanı bütün məktəb üzrə tətbiqi ilə bağlı inzibati qərarın qəbulunu gözləmək. Bu, həm də biz deyirdik axı, prototipləşdirmə mərhələsində məhdud istifadəçilərlə sınaqdan keçirirsə, bütün məktəblə sınaqdan keçirirsə, o prototip olmadı axı. Ona görə bunda çıxırıq. Düzgün cavabımız oldu C variantı. Baxırıq 3-cü suala. 3-cü sualda qeyd olunub ki, şagirdlər dizayn düşüncəsi prosesi çərçivəsində texniki cəhətdən tam işlək olmayan sadə poster və sxem hazırlayırlar. Deməli, tam işlək olmayan sadə poster və yaxud da sxem hazırlayıblar. Bu yanaşma dizayn düşüncəsinə nə dərəcədə uyğundur? Dəyərli müəllimlərimiz, dəyərli müdavimlərimiz, bu hansı mərhələyə aiddir? Deməli, dizayn düşüncəsinə uyğun olaraq uşaqlar nə hazırlayıblar? Şagirdlər tam işlək olmayan, bayaq dedik ki, burada mükəmməl nəsə hazırlamaq məcburiyyətində deyilik. Tam işlək olmayan sadə poster və sxem hazırlayıblar. Hansı mərhələdə idi? Görünə biləcək, rəy verilə biləcək bir obyekt nəsə hazırlayırlarsa, bəli, bu prototipləşdirmə mərhələsinə aiddir. Bu da neçənci idi? 4. İndi bu yanaşı dizayn düşüncəsinə nə dərəcədə uyğundur? İndi gəlin variantlara baxaq. Uyğun deyil yazılıb. Uyğun deyilsə avtomatik bunu çıxırıq. Niyə uyğun deyil ki, dizayn düşüncəsinə uyğundur? Hətta bu cümlənin tam sonuna baxsaq görərək ki, tam işlək. Tam işaxı dedik axı, burada mükəmməl hazırlamaq məcburiyyətində deyilik. Ona görə A-na çıxdıq. Qismən uyğundur, lakin yalnız ilkin ideya mərhələsində istifadə edilə bilər. Prototipləşdirmə mərhələsi üçün kifayət etmir. Niyə ki, elə biz ilkin sınaqdan keçirdiyimiz, məhdud istifadəçinin yanından keçirdiyimiz elə prototipləşdirmə mərhələsinə aiddir. Bu da ki, prototipləşdirmə mərhələsinə üçün kifayət etmir deyir. Bu da səhvdir. Bunu da götürmürsünüz. Uyğundur. Yəni, uyğun deyil variantları avtomatik çıxa bilərik. Uyğundur variantlarını saxlayaq gəlin. Uyğundur, çünki prototipin mükəmməl və ya tam işlək olması vacib deyil. Bunu bayaqdan artıq 2 sualda qeyd elədik. Tam deyir, işlək olması, mükəmməl olması o qədər də vacib deyil. Əsas məqsəd ideyanın görünə bilən və test edilə bilən formaya salınmasıdır. Bəli, elə bunu bayaqdan dəfələrlə vurğuladığımız bir fikirdir. Düzgün cavabımız oldu C variantı. Yəni, burada məhdud istifadəçinin yanında sınaqdan keçirirsiniz. Burada mükəmməl hazırlamaq məcburiyyətində deyilik. Əsas odur ki, görünə biləcək, rəy verilə biləcək bir formaya salınsın. Ona görə düzgün cavabımız oldu C variantı. Hər dəfə mərhələnin xüsusiyyətlərini vurğulayıram ki, yəni mərhələnin xüsusiyyətləri çox yaxşı şəkildə testlərdən tapa bilək.
D-nin uyğun deyil olduğu üçün avtomatik sildik. Y variantına baxaq. Uyğundur, lakin yalnız müəllim tərəfindən hazırlanarsa pedaqoji baxımdan məqsədyönlü sayılır. Yalnız müəllim tərəfindən. Axı dizayn düşüncəsində biz nə mərkəzli yazmışdıq? Şagird mərkəzli yazmışdıq. Burada müəllim mərkəzlidir. Ona görə bu da səhvdir. Düzgün cavabımız oldu C variantı. Baxırıq 4-cü suala. Müəllim sinifdə məktəbdə su israfının azaldılması mövzusunda fəaliyyəti planlaşdırır. Şagirdlər empatiya mərhələsində. Empatiya neçənci mərhələ idi, dəyərli müəllimlər? Bəli, empatiya 1 idi. Empatiya mərhələsində müşahidə aparır. Lakin ideya yaratma mərhələsində yalnız səthi və oxşar həllər irəli sürülür. Bu vəziyyətdə müəllim dizayn düşüncəsi prinsiplərinə uyğun, məqsədə uyğun praktik addımı hansı variantda əks olunub? Deməli, problem hardadır, dəyərli müəllimlərimiz? Empatiya mərhələsində müşahidələr apardıq. Ümumiyyətlə, müşahidə aparmaq, müsahibə aparmaq elə empatiya mərhələsinə aid ehtiyacları müəyyənləşdirmək, ehtiyacları üzə çıxarmaq. Amma ideya yaratma mərhələsində, ideya yaratma mərhələsi 3-dür. İdeya yaratma mərhələsində yalnız səthi və oxşar həllər irəli sürülür. Deməli, əgər nəsə yolunda getmirsə, problem həll olunmursa, biz demişdik ki, biz əvvələ qayıda bilərdikmi? Bəli, qayıda bilərdik. Burada heç bir problem yox idi. Yəni, xəttdə ardıcıllıq deyil də, qeyri-xətti idi. Mərhələlər arasında hərəkət eləmək olurdu. Yəni, variantlara baxaq. Şagirdlərin irəli sürdüyü ideyalardan birini seçir və prosesi sürətləndirmək məqsədilə birbaşa, yəni biz ümumiyyətlə ideya yaratma mərhələsində demişdik ki, heç bir məhdudiyyət olmadan mümkün qədər çoxlu ideyalar irəli sürməkdir. Sürətləndirib birbaşa prototip mərhələsində keçirir ki, onsuz da uşaqlar səthi, yəni ideyalar səsləndirirlər. Ona görə bunu çıxdıq. Sürətli şəkildə, tez bir zamanda hər hansı bir məhdudiyyət qoyulmurdu burada. Ona görə A-na çıxdıq. B-yə baxırıq. İdeya yaratma mərhələsi dayandırılır. Problemi müəllimin baxış bucağından daha konkret və texniki şəkildə yenidən izah olunur. Müəllim izah eləyir. Bu müəllim mərkəzidir. Bu bir. İkincisi də biz mərhələni niyə dayandırırıq? Dayandırmırıq. Biz əvvələ qayıtmalıyıq ki, həll eləyək. Ona görə bunu da çıxırıq. Şagirdlərə qısa müddətli empatiya mərhələsinə geri yönəldir. Bəli, bunu bu dəqiqə dedik ki, əvvələ qayıdırıq. Əgər düzgün həll getmirsə, əvvələ qayıtmaq lazımdır. Geri yönləndirilir, sual forması vasitəsilə problem yenidən ifadə etməyi təşkil edir. Beyin həmləsi üsullarından ideyaların şaxələndirilməsi təşviq olunur. Bu mərhələdə demişdik ki, yəni əgər mərhələlərin birində problem varsa, hara qaydırdıq? Əvvələ yönəlirdi, əvvələ qaydırdıq. Beyin həmləsindən də istifadə edərək müxtəlif ideyalar şaxələndirilir və s. Demək, düzgün cavabımız oldu C variantı. Digər variantlara da baxa bilərik. Mövcud ideyaları real icra imkanlarına görə qiymətlənir. Ən praktik görünən həll yolu seçmək, digərləri kənarlaşdırmaq. Bunu ideya yaratmaq mərhələsində dəfələrlə vurğuladıq ki, məqsəd ən doğru ideyanı seçmək deyildi. Bəli, məqsəd nə idi? Mümkün qədər çoxlu ideyalar irəli sürməkdir. Ona görə bu avtomatik səhvdir. Şagirdlər səthi ideyalar irəli sürməsinin motivasiya çatışmazlığı ilə dəyərləndirilir və fəaliyyəti müvəqqəti olaraq fəaliyyəti dayandırmırlar. Əvvələ qayıtmaq lazımdır. Niyə fəaliyyəti dayandıranda problem öz həllini tapacaqmı? Tapmayacaq. Ona görə düzgün cavabımız oldu C variantı. Baxırıq 5-ci suala. Məktəbdə şagirdlər üçün nəzərdə tutulmuş istirahət güşəsindən az istifadə olunur. Müəllim bu problemi dizayn düşüncəsi yanaşması ilə həll etməyi təklif edir. Deməli, bir də cümləni əvvəlini oxuyaq. Məktəbdə şagirdlər üçün nəzərdə tutulmuş istirahət güşəsindən az istifadə olunur. Aha, bu hissəni başa düşdük. Müəllim deyir, bunu dizayn düşüncəsi ilə həll eləmək istəyir. Bu yanaşmaya uyğun olaraq şagirdlərin ilk olaraq atmalı olduğu addım. İlk olaraq ümumiyyətlə dizayn düşüncəsinin ilk addımı hansıdır, dəyərli müəllimlərimiz? İlk addım nə atmaq lazım dizayn düşüncəsində? Bəli, empatiya mərhələsidir. Bir empatiyadır. Ehtiyacları müəyyənləşdirmək, onların hisslərini anlamaq, müşahidə etmək, müsahibə, onlarla danışmaq, onların ehtiyacları nədir? Onları üzə çıxarmaqdır. İlk addım hansıdır? Yəni, ilk addım axtaraq. İstirahət güşəsinin dizayn dəyişmək üçün müxtəlif hazır dizayn nümunələr veriksə, bəs bu dizayn düşüncəsində demirdi, uşaqlarda yaradıcı təfəkkür inkişaf eləyir, fərqli perspektivlərdən baxırlar, hazır nümunə olanda uşaqlar işini eləmədi axı, ona görə ana çıxdıq. Şagirdlər istirahət güşəsindən narazılıqlarını anlamaq üçün onların fikirlərini və ehtiyaclarını öyrənir. Onların hisslərini, onların fikirlərini anlamaq, onların ehtiyaclarını üzə çıxarmaq hansı mərhələdə idi? Bəli, elə empatiya mərhələsində aiddir. Elə düzgün cavabımız B variantıdır.
Digər variantlara da baxaq. Məkanın daha estetik görünməsi üçün rəng və mebel seçimlərini müəyyənləşdirmək. Yəni, mebel seçimi etmək, rəng seçimi eləmək ilk addım deyil axı. İlk addım onların narazılıqlarını anlamaqdır. Nə ehtiyacınız var, onu üzə çıxarmaqdır. Ona görə bunda çıxırıq. Mövcud problemi tez bir zamanda aradan qaldırmaq üçün rəhbərliyə konkret təklif təqdim etmək. Yəni, tez bir zamanda həll eləmək üçün hazır təkliflər deməkdir. Bizə deyir ki, ilk addım nə atmalısınız? İlk addım empatiyadır. Onların hisslərini, problemlərini anlamaq deməkdir. Onların ehtiyaclarını üzə çıxarmaq, müəyyənləşdirmək. Ona görə deyəndə çıxırıq. İstirahət güşəsinin funksionallığını artırmaq üçün ilkin dizayn eskizlərini, ümumiyyətlə eskiz yaratmaq, maket hazırlamaq, poster hazırlamaq birinci mərhələdə olmaz axı, harda olar? Bəli, prototipdə olar da bizə deyir ilkin addım hansıdır? İlkin addım empatiyadır. O da B variantındadır. Ümid edirəm ki, bu sual sizə tam aydın oldu. Davam edirəm dəyərli müəllimlər 6-cı sualla. Test mərhələsində məlum olur ki, test etmə mərhələsi hardaydı? Bəli, 5-ci mərhələdəydi. Bəs biz demişdik ki, əgər test etmə mərhələsində görsək ki, problem düzgün həll olunmuyub, problem düzgün müəyyən olunmuyub, variantlara baxmadan özümüz cavablandıraq, biz nə edirdik? Bunu dərsdə demişdik. Bəli, hara qayıdırdıq? Əvvələ qayıtmaq lazımdır, başa qayıtmaq lazımdır. İndi yəqin ki, burada onu soruşacaqlar bizdən. Test mərhələsində məlum olur ki, problem düzgün müəyyənləşdirilməyib. Bu halda dizayn düşüncəsinə görə nə edilməlidir? Heç nə, əvvələ qayıtmaq. Variantlardan düşüb elə bir şey axtarmalısınız. Yəni, düşəyi variantlardan baxaq elə bir şey. Düzgün müəyyənləşdirilməsi nəzər istifadəçi rəylərinə bağlı son düzəlişlər edilməlidir. Bu səhvdir. Anı da oxumaq lazımdır. Anı ötürdük. Prototipdə yalnız icra ilə bağlı xırda dəyişikliklər etməli. Dəyişiklik eləmirik. Əvvələ qayıdaraq. Mövcud problemi saxlayaraq yeni ideyaları yaratmaq birbaşa prototipləşdirmə mərhələsinə qayıdılmalıdır. Bu da səhvdir. Birbaşa əvvələ qayıtmaq lazımdır. Empatiya və problem, baxın elə bəli bu variantı. Empatiya və problemi müəyyənləşdirmə mərhələsinə qayıdılmalıdır. Yəni əvvələ qayıtmaq. Əvvələ qayıdılmalıdır. Problem yenidən formalaşdırılmalıdır və həll prosesi təkrarlanmalıdır. Bəli. Çünki düzgün müəyyənləşməyib, bax, əvvələ qayıtmalıyıq. Birə qayıtmalıyıq. Yəni, oradan təzədən başlamağa empatiya, problemi müəyyənləşdiririk, yenidən həll yolları təklif edirik və s. Yəni, əvvələ qayıtmaq. Bunu dərsdə də vurğulamışdıq. Düzgün cavabımız oldu D variantı. Test mərhələsini dayandırma. Mərhələni niyə dayandırıram ki, ümumiyyətlə? Mənə lazımdır ki, vəziyyəti düzəldim. Düzəltmək üçün də nə etmək lazımdır? Əvvələ getmək lazımdır. Deməli, düzgün cavabımız oldu D variantı. Baxırıq 7-yə. Qrup müzakirəsi zamanı şagird digər şagirdlərə fikirlərini bildirməyə imkan vermir. Bu halda müəllimin məqsəd yönlü pedaqoji qərarı hansı ola bilərdir? Deməli, qrup müzakirəsi zamanı şagird digər şagirdlər fikir bildirməyə imkan vermir. Qoymur ki, kimsə öz fikrini desin. Bu vəziyyətdə ən doğru atacağımız addım hansı ola bilər? Dominant şagirdin müdaxiləsini məhdudlaşdırır və ona söz verir. Dominantlıq nə deməkdir? Yəni, vəziyyəti ələ alan şagird. Vəziyyəti ələ alan şagird onsuz o birilərinə imkan vermirdi də, dominantı öz üzərindədir. Həmin uşağın müdaxiləsi məhduddur, ona söz imkanı verməmək, elə bir şey eləmək olmaz, ona ayrı seçkilik olacaq, sən danışma, sən dərsi pozursan, sən danışma demək, məhdudiyyət qoymalı deyilik. Ona görə A-na çıxırıq. Müzakirəyə birbaşa rəhbərlik edərək söz bölgüsü özün müəyyənləşdirmək. Bu da doğru deyildi. Birbaşa özüm müəyyənləşdirəm və söz bölgüsü kim nə danışacaq onu da mən müəyyənləşdirəm. Bu olmalı, çünki biz müəllim mərkəzlidən danışırıq. Qrup müdaxiləsində hər kəsin fikir ifadə etməsinə imkan verən qayda və strukturlar formalaşdırılmalıdır. Bəli. Yəni ki, əgər bir şagird digərinin sözünü kəsirsə, deməli sinifdə müəyyən qayda qanun, yəni qayda və strukturlar formalaşdırılmalıdır. Bunu əvvəlki mövzularda keçmişdik. Sinifimizə gözlənti, prosedur, qaydalar var idi. Nəyəsə əməl olunmayanda qayda qoyurduq və s. Düzgün cavabımız elə oldu. C variantı. Dominant şagirdin, bu uşaqlara imkan verməyən uşaqdır, yəni dominant şagird, fikrini əsas götürərək müzakirəni həmin istiqamətə davam etdirmək. Deyirəm, hə, bu uşaq düz eləyir. İstiqaməti o tərəfə yönləndirməli, o ayrı seçkili olar, digər uşaqlar da danışmalıdır. Qrup işini dayandıraraq tapşırığı fərdi fəaliyyətlə əvəz etmək. Qrup işini dayandırıram, durun, hamınız tək-tək oturun, siz qrupla işləyən uşaqlar deyilsiniz, durun, hamı fərdi işləsin. Bu vəziyyət problemi düzəldirmi? Yox, yenə düzəltməyəcək. Ona görə düzgün cavabımız oldu C variantı. Baxırıq 8-ci suala. Uyğunluğu tapın deyir. Uyğunluğu necə tapırdıq? Doğrudan doğru, yanlışdan yanlış. Dizayn düşüncəsi təhsildə öyrənməni real ehtiyaclara əsaslanan, çevik və davamlı təkmilləşdirən prosesə çevirir. Bunu dərsdə demişdik. Real ehtiyaclar üzərində qurulur, şagirdlərin yaradıcı, tənqidi təfəkkürü inkişaf edir, bir sıra 21-ci əsr bacarıqları formalaşdırır və s.
Bu doğrudur. Biri götürəcəksiniz, çünki çox müsbət fikirlər hamısı. Dizayn düşüncəsi prosesində empatiya mərhələsi, empatiya neçənci idi? 1 idi. Empatiya mərhələsi problemi dərhal həll etmək üçün istifadə olunur. Empatiya mərhələsi birinci mərhələdir. Ehtiyacları üzə çıxardan, onların hisslərini, onların fikirlərini anlamağa imkan verən bir mərhələdir. Dərhal problemi həll etmək üçün istifadə olunmur. Ona görə 2 səhv 2-ni götürməyəcəksiniz. Hətta dəyərli müəllimim, imtahanda sürətli vaxt qazanmağın yolu 2 ilə başlayan variantları çıxın. Ya 1-3-dür, ya 1-4-dür. Daha sonra prototipin sınağı zamanı əsas diqqət rəyin sayına deyil, onun keyfiyyətinə və inkişafı üçün verdiyi məlumatlara yönəlir. Əsas deyir sayına deyil də, yəni prototipdə biz onu məhdud istifadə üçün yanaqı sınaqdan keçirdik. Orada deyir rəylərin sayı önəmli deyil, əsas onun keyfiyyəti, inkişaf üçün verilən məlumatlar önəmlidir deyir. Burada yəni mənfi nə var ki, hamısı müsbətdir də, doğrudur amma götürmürsünüz. İdeya yaratmaq mərhələsi. İdeya yaratmaq mərhələsi neçənci idi? 3 idi. İdeya yaratma mərhələsinin əsas məqsəd mümkün qədər düzgün həll yolu seçməkdir. Dəyərli müəllimlər, indi bunu bayaqdan dəfələrlə dedik, indi sizə sual verim. İdeya yaratmaq mərhələsində məqsəd ən doğru ideyanı seçmək idimi, yoxsa mümkün qədər çoxlu ideyalar irəli sürməkdir? Bəli, mümkün qədər çoxlu ideyalar irəli sürmək, fərqli perspektivlərdən baxmaq, yeni yollar təklif eləməkdir. Amma burada deyir ki, əsas məqsəd mümkün qədər düzgün, ən doğru, ən düzgünü seçmək, bu səhvdir. Bunu bayaqdan qeyd eləmişdik. 4 yanlış. Demək düzgün cavabımız nə oldu dəyərli müəllimlər? Bəli, 1 ilə 4. Doğrudan doğru, yanlışdan yanlış. 1, 4. Baxırıq 9-a. Prototip test edilərkən şagirdlər istifadəçilərə yalnız bəyəndinizmi sualını verirlər. Müəllim bu yanaşmanı necə təkmilləşdirməlidir? Ümumiyyətlə, prototipi hazırlayıblar nəyinsə. İndi onu test edirlər. Və şagirdlər istifadəçi ancaq bir dənə sual verir. Xoşunuza gəldi, bəyəndiniz deyir. Müəllim bu yanaşmanı necə təkmilləşdirməlidir deyir. İndi gəlin variantlara baxaq. Yəni bunun standart cavabı yoxdur da dəyərli müəllimlər. Variantları oxuyub elə tapacağıq. Şagirdləri istifadəçi ümumi təəssüratlarını yazılı şəkildə toplamağı və nəticələri müsbət mənfi kimi qruplaşdırmağı yönəltməlidir. Yəni ümumi təəssürat niyə alırıq ki, biz əgər istifadəçilərə göstərirsə dəqiq məlumat əldə etmək lazımdır. Ümumi təəssüratlar yox. Ona görə A-na çıxırıq. B-yə baxırıq. İstifadəçilərin prototipi bal sistemi ilə qiymətləndirməsini təşkil etməli və ən yüksək bal toplayan prototip seçilməlidir. Bu da yanlışdır. Ən doğru ideyanı seçmək, mükəmməl hazırlamaq məqsəd deyildi. Ona görə bunu da çıxırıq. Bizə lazımdır təkmilləşdirək biz. Şagirdləri daha konkret müşahidə, məqsədli rəy toplamağa istiqamətləndirməlidir. Onun harda çətinlik çəkdiyini, nəyi başa düşmədiyini və hansı mərhələdə marağın azaldığını araşdırmağa təşviq etmək lazımdır. Görün nə gözəldir. Yəni ki, prototip mərhələsində siz onu sınaqdan keçirdirsiniz və konkret müşahidə, baxın, dəqiq müşahidələr aparırsınız, məqsəd yönlü rəy toplayırsınız, çətinlik hardadır, nəyə başa düşmürlər, onu araşdırıb tapmalısınız deyir. Bu elə doğrudur, ən gözəl cavab elə budur. Digər variantlara da baxaq. Test mərhələsini qısaldaraq prototipi birbaşa yekun məhsul kimi təqdim etmək lazımdır. Mərhələni qısaltmaq, sürətli şəkildə üstündən keçmək, bunlar hamısı yanlışdır. Şagirdləri istifadəçinin yalnız emosional reaksiyalarına diqqət yetirməyə yönəltməlidir. Texniki və funksional mərhələlər sonrakı mərhələdə nəzərə almaq planlaşdırılmalıdır. Bu da səhvdir. İşimiz həll olunmur, ancaq emosionala yönələndə. Bu da yanlışdır. Deməli, düzgün cavabımız oldu C variantı. Baxırıq 10-cu suala. Dizayn düşüncəsi yanaşması ilə bağlı hansı fikir səhvdir? Səhv olanı axtarmalıyıq. Gəlin bir yerdə tapaq. Bu model öyrənmədə bilik qazanmaqla yanaşı problem həll etmə bacarığı. Ümumiyyətlə elə bu dizayn düşüncəsində şagirdlər problem həll etmə bacarığı, real həyatı problemləri həll edirlər, yaradıcılıq, tənqidi təfəkkür, 21-ci əsr bacarıqları inkişaf edir. Yəni problem həll etmə bacarığı formalaşırmı? Əlbəttə ki, formalaşır. Bir düzdür. Biri götürmürsünüz. Bizə səhv cavablar lazımdır. Dizayn düşüncəsində mərhələlər xətti ardıcıllıqla həyata keçir. Xətti o demək ki, yəni bu qutardı 1, 2, 3, 4. Yəni bu ancaq bu istiqamətə gedirdi, dala qayıtmır deyir. Xətti ardıcılıq həyata keçirilir və bir mərhələ tamamlandıqdan sonra əvvəlki mərhələyə qayıdılmır. İndi qeyd elədiyim kimi. Qayıdılmır. Dəyərli müəllimlər, dizayn düşüncəsində əvvəlki mərhələyə qayıtmaq olurdumu? Bəli, problem düzgün müəyyən olmayıbsa, əvvələ qayıtmaq lazımdır. Xətti yox, qeyri-xətti ardıcılıqla qorulub, yəni bunun ardıcılığı mərhələlər arasında. Ona görə 2-ni götürürsünüz, 2 səhvdir. İdeya yaratma mərhələsi
Neçənci idi? 3-cü mərhələ idi. İdeya yaratma mərhələsində məqsəd mümkün qədər çox və müxtəlif variantlar formalaşdırmaqdır. Bəli, mümkün qədər çoxlu ideyalar irəli sürməkdir. Bu doğrudur, amma götürmürsünüz. Prototipləşdirmə, yəni 4-cü mərhələdən söhbət gedir. Prototipləşdirmə mərhələsində hazırlanan məhsul mütləq tam işləyə olmalıdır, mütləq mükəmməl olmalıdır kimi fikirlər hər biri səhvdir. Bayaqdan bunu qeyd eləmişdik. Tam işləyə olmalıdır, mükəmməl olmalıdır, bu səhvdir. Biz onu məhdud istifadəçinin yanında sınaqdan keçirdirdik, müəyyən rəylər toplayırdıq. Elə səhv olan cavablarımızdan biri 2 idi, biri də 4 idi. 2, 4 hardadır? Elə A variantında. Düzgün cavabımız oldu A variantı. Baxırıq 11-ci suala. Gəlin sualın şərtini təhlil edək. Deyir, müəllim şagirdlərlə birlikdə yeni dərs fəaliyyəti üçün bir neçə ideya hazırlayır. Şagirdlər ideyaları maraqlı hesab edir, lakin ideyaların əksəriyyəti konkret ehtiyaclara cavab vermir. Deməli, dəyərli müəllimlərimiz, problem nədir? İdeyaların əksəriyyəti konkret ehtiyaclara cavab vermirdir. Real dərs şəraitində necə tətbiq olunacağı aydın deyil. Dizayn düşüncəsi yanaşmasına görə müəllimin bu mərhələdə atmalı olduğu daha uyğun olan addım hansıdır deyir. İndi variantlara baxmamışdan qabaq sualın şərtini özümüz təhlil eləyək ki, biləkdən axtarırıq. Deməli, müxtəlif ideyalar səsləndirilib, əksəriyyəti konkret ehtiyaclara cavab vermir. İnsanların ehtiyaclarını anlamaq, onların ehtiyaclarını başa düşmək hansı mərhələdə idi dəyərli müəllimlərimiz? Empatiya mərhələsində idi. Və gördük ki, deməli, səsləndirilən ideyalar konkret ehtiyaclara cavab vermir. Deməli, nə lazımdır? Yəni, ehtiyacları empatiya, birinci mərhələyə qayıtmalıyıq da, birinci mərhələdən gedir söhbət. Deyir, hansı addım daha doğru olar deyir. Yenə variantlara baxaq. Yəni, empatiya qayıtmaq lazımdır, əgər ehtiyaclarımıza cavab vermirsə. A-ya baxaq. Deyir, adı nə yazıb? İdeyalar arasında ən yaradıcı, bunu bayaqdan dəfələrlə qeyd edirik ki, ən doğrusunu, ən yaxşısını seçmək deyil. Bu mərhələnin əsas məqsədi. Ona görə A-nı sildik. İdeyanın sayını azaltmaq üçün onları sürətli, tez bir şəkildə keçid eləmək yoxdur burada. Bunu da silirik. Empatiya problemi müəyyənləşmə mərhələsinə qayıdaraq, bəli, bunu bu dəqiqə qeyd elədik ki, bu mərhələlərə qayıdırsınız. Çünki nəyə görə qayıdırdınız? Çünki konkret ehtiyaclara cavab vermirdi. Müəyyənləşmə mərhələsinə qayıdaraq ideyaların hansı ehtiyacdan doğduğunu yenidən dəqiqləşdirməliyik. Yəni, bu ehtiyac nədən yarandı, nədən oldu? Ona görə əvvələ qayıdın deyir. Elə düzgün cavabımız C variantıdır. Mövcud ideyaları daha maraqlı etmək üçün texniki və vizual elementləri artırmaq. Burada söhbət maraqdan getmir. Konkret ehtiyaclara cavab vermir. Konkret ehtiyaclar nəzərə alınmayıb deyir. Ona görə bunu da çıxırıq. İdeyaların real dərsdə işləyib işləmədiyini görmək üçün onları olduğu kimi tətbiq etməliyik. Yəni ki, başa niyə qayıtmırıq ki biz? Niyə olduğu kimi tətbiq? Əgər işləmirsə, əvvələ qayıdıb başa qayıtmalıyıq da təzədən. Ona görə bunu da çıxdıq. Düzgün cavabımız oldu C variantı. Baxırıq 12-ci suala. Məktəbdə onlayn dərslər üçün istifadə olunan platformalardan şagirdlərin bir qismi çətinliklə istifadə edirlər. Müəllim problemi araşdırmaq üçün dizayn düşüncəsi yanaşmasını tətbiq edir. İlkin mərhələdə şagirdlərdən toplanılmış məlumatlar əsasında əsas çətinliyin platformanın interfeysinin mürəkkəb olması. Yəni, bu çətin platformadır. Uşaqlar bilmirlər hansı proqramdan sonra hara daxil olmaq lazım, hara klikləmək lazımdır. Yəni, platformanın interfeysi uşaqlar üçün mürəkkəbdir. Ona görə uşaqlar çətinlik çəkirlər. Bu mərhələdən sonra dizayn düşüncəsinə uyğun olaraq şagirdlərin növbəti addımı hansıdır deyir. Baxın, dəyərli müəllimlər, biz problemin nə olduğunu tapdıq mı? Bəli, tapdıq. Əsas çətinlik. Yəni, biz bir sıra müşahidələr apardıq, gördük. Müşahidələrimizi ümumiləşdirək, əsas problemimizi tapırıq. Əsas problem nədir? Platformanın interfeysi mürəkkəb olmasıdır. Ona görə uşaqlar bundan istifadə edə bilmirlər. Problemi tapdıq. Problem nə oldu? Proqram interfeysinin çətin olması, mürəkkəb olması. Problemi tapdıq. Yəni, ikinci mərhələmiz əla, hazır. İkini tapdıq. İndi 2-dən sonra, baxın deyir, bu mərhələdən sonra dizayn düşüncəsinə uyğun olaraq hansı addım atmaq? 2-dən sonra nə gəlir? 3. 3-ün adı nə idi, dəyərli müəllimlərimiz? İdeya yaratma mərhələsidir. Bəli, problemdən sonra atacağımız addım budur. İdeya, odur 3-cü mərhələ. İndi gedək onu axtaraq variantlardan. Platformanın texniki imkanların artırılması əsas texniki imkanlardan söhbət getmir ki, hər hansı bir demir ki, kompüter işləmir, klaviatur işləmir, demir ki, proqramın interfeysi çətindir, yəni görüntü, vizual hissəsi çətindir. Texniki imkanlarda heç bir problem yoxdur, ona görə A-nı çıxdıq.
Yəni demir ki, sual şərhi yazsa ki, problem məlum olur ki, klaviatura işlək deyil, mouse işləmir. Elə bir şey olsaydı, burada texniki imkanlardan söhbət getmir. A-na çıxdı. Müəyyənləşdirilmiş çətinliyə əsas götürərək müxtəlif alternativ yanaşmalar irəli sürmək. Müəyyənləşdirilmiş çətinlik, problem nə idi? Platformanın interfeysinin çətin olması. Deyir, bunu əsas götürərək alternativ ideyalar, alternativ yanaşmalar irəli sürmək. Alternativ yollar, yeni yollar, fərqli perspektivlərdən baxmaq, yeni yollar, yeni variantlar təklif etmək hardaydı? Elə 3-cü mərhələdə idi. İdeya yaratmaq mərhələsi. Düzgün cavabımız olacaq B variantı. Digər var. Baxın, dəyərli müəllimlər, sualın şərtini oxuyub təhlil eləyəndən ki, bizdən hansı mərhələdir? Bəs hansı mərhələyə keçid istəyilir? Onu tapandan sonra görürsünüz necə rahat şəkildə tapdıq. C variantına baxırıq. Mövcud platformalardan istifadəni asanlaşdırmaq məqsədilə izahlı materiallar hazırlamaq. Uşaq onsuz da platform interfeysini, vizualı başa düşməyib də, materialı verib nə deyəcəm ki, uşaqlar oturun oxuyun. Hansı tutaq ki, proqramdan sonra hansı yerə klik eləmək olar? Bunu niyə oxumalı ki uşaq? Ona görə bu da səhvdir. Bizə lazım problemi həll etmək. Problemi həlli üçün mövcud sistemi dəyişmək, variantı müzakirəyə çıxarmaq. Problemi həlli üçündür mövcud sistemi dəyişməliyik deyir. Sistemi dəyişməli deyilik, problemi həll etmək yol təklif eləmək lazımdır. Şagirdlər platforma ilə bağlı təcrübələrini ölçmək üçün əlavə məlumatlar toplamaq. Bu da səhvdir. Bizə lazımdır problemi həll edən bir şey. Yəni 3 lazımdır bizə. O da B variantındadır. 13-ə baxırıq. Aşağıdakılardan hansı dizayn düşüncəsinə aid edilə bilməz? Yəni biz dizayn düşüncəsində belə bir şeydən danışmamışıq. Dizayn düşüncəsində istifadəçinin ehtiyaclarını anlamaq, gözləntilərini anlamaq, onların hisslərini anlamaq, dərindən başa düşmək hansı mərhələdə idi? Bəli, empati, özləri qeyd ediblər artıq empati oldu. Yəni empati var da, bu birdir. Bu doğrudur. Bunu götürmürük. Problemin mahiyyətini müəyyənləşdirir və dəqiq şəkildə ifadə olunur. Məlumatlar ümumiləşdirilir, empatiyada müşahidələrimizi ümumiləşdirir və problemi müəyyənləşdirir. Bu ilə ikinci problem müəyyən etməkdir. Bu 2 də var. Daha sonra müxtəlif yaradıcı ideyalar irəli sürülür, alternativ həll yolları axtarılır. İdeyalar irəli sürülmə, alternativ yollar tapmaq, bu da ideya yaratmaya aiddir. Bu da düzdür. Yəni var da dizayn düşüncəsi mərhələlərdir. Seçilmiş ideya və sadə model və ya nümunə vasitəsilə sınaqdan keçirilir. Bu ilə ardıcıllıqla yazıb ki, sınaqdan keçirilir, nümunə hazırlanır, model hazırlanır. Bu prototipləşdirmə, yəni 4-ə aiddir. 1, 2, 3, 4 o yəqin ki, artıq olan Y variantı olacaq. Problemin həlli üçün düzgün yol əvvəlcədən müəyyənləşdirilib, strukturlaşdırılır. Bu əgər düzgün yol əvvəlcədən müəyyənləşdirilirsə, bəs o boyda yaradıcı təfəkkür, yeni ideyalar səsləndirmək, yeni ideyalar toplamaq hara getdi? Ona görə belə bir şey yoxdur. Əvvəlcədən proqnozlaşdırır, əvvəlcədən yeni hazır yolu tapırıq. Bu səhvdir. Düzgün cavabımız Y variantı. Uyğun olmayan deyirdi. Uyğun olmayan variantı Y variantıdır. Baxırıq 14-cü suala. 14-də qeyd olunur ki, uyğunsuzluğu tapın. Doğrudan yanlış, yanlışdan doğru. Gəlin dəyərli müəllimlər, mən oxuyum. Xüsusiyyətlər siz deyirsiniz ki, düzdür yoxsa səhvdir? Dizayn düşüncəsinin tətbiqi şagirdin sərbəst qərar verə bilən, yeniliklərə açıq və dəyişən şəraitə asan uyğunlaşan şəxsiyyət kimi inkişafına tövhə verir. Görün nə gözəl cümlədir. Burada səhv nə var ki, şagirdlərin sərbəst qərar verməsinə, yeniliklərə açıq olmasına şərait yaradır, şagirdi şəxsiyyətə çevirir və s. yəni tövhələr verir. Burada hər şey gözəldir, çox qəşəng cümlələrdir, müsbət fikirlərdir, ona görə doğrudur. Götürürsünüzmü? Götürmürsünüz. Çünki uyğunsuzluq deyir. 2-yə baxırıq. Dizayn düşüncəsi şagirdlər arasında əməkdaşlıq və effektiv ünsiyyəti təşviq edir. Belə ki, onlar fikir mübadiləsi apararaq kollektiv şəkildə əsaslandırılmış qərar verirlər. Yəni, fikir mübadiləsi etmək, qərar vermək var idimi? Dizayn düşüncəsində var idi. Bu da doğrudur. Dizayn düşüncəsinin tətbiqi şagirdin birlə heç birini götürməlidir. Çünki uyğunsuzluq deyir. Uyğunluq olsa da 1-2 götürərdik. Dizayn düşüncəsinin tətbiqi şagirdlərin tənqidi düşünmə bacarıqlarını gücləndirir. Onları real həyatı vəziyyətlərə uyğun effektiv həllər hazırlamasına şərait yaradır. Real həyatı problemlər, real həyatı vəziyyəti anlamaq, problemləri müəyyənləşdirmək, həll eləmək hardaydı? Dizayndaydı. Onsuz da bu da doğrudur. Cavabımız onsuz da 3-4-də, amma digər variantlarda oxuyaq ki, dizayn düşüncəsi haqqında ətraflı məlumat əldə etmiş olaq. Dizayn düşüncəsinin tədris prosesində inteqrasiyası şagirdlərdə problemi yaradıcı yanaşma ilə təhlil etməyi, onları ardıcıl, məntiqi şəkildə həll etmə bacarıqlarını formalaşdırmasına şərait yaradır. Yəni, dizayn düşüncəsində əsas məqsəd problemi həll etmək, onlarda yaradıcı təfəkkürün inkişafına şərait yaradır. Bütün variantları doğrudur. Deməli, uyğunsuzluq olduğu üçün götürəcəyik. Bəli, 3-lə 4, Y variantı. Yanlışdan doğruları götürəcəyik. 15-ə baxırıq. Tədrisdə dizayn düşüncəsinin əhəmiyyəti hansı varianta baxın dəyərli müəllimlər daha dəqiq ifadə olunub.
Yəni dizayn düşüncəsinə aid olan doğru fikir axtaran demirlər. Deyir ki, dizayn düşüncəsinin əhəmiyyətini, mənasını daha dəqiq izah edən variant hansıdır deyirik. Yəni nə görsəz siz bilirsiniz ki, hə, söhbət dizayn düşüncəsini izah eləyir bu variantda. İndi onu axtarmalıyıq. Yəni variantlara baxaq. Təlim prosesi daha maraqlı etmək üçün yaradıcı fəaliyyətlərin sayını artırmaq. Yəni yaradıcı fəaliyyətin sayını artırmaq bu dizayn düşüncəsinin izahıdırmı? Yox, sayını artırmaq bu məqsədə uyğun bir şey deyil. Bunu çıxdıq. Müəllimə mürəkkəb problem üçün sürətli, hazır yollar təklif eləyirsə də nə olub? Dizayn düşüncəsi və yaradıcılığı inkişaf eləyirdi bizdə. Bu da səhvdir, bunu götürmürəm. Öyrənməni real ehtiyaclara əsaslanan, çevik, əməkdaşlıq yönümlü və davamlı təkmilləşdirən prosesi çevirir. Bəli, bunu bayaqdan dəfələrlə oxumuşduq bu cümləni. Real ehtiyaclara əsaslanır, çevik düşünürlər, əməkdaşlıq yönümlü olur, davamlı təkmilləşən bir proses, yəni əgər deyirdik, alınmasa əvvələ qaydırıq, bir də həll edirik, yəni təkmilləşmə prosesi gedir. Ən qəşəng cavab elə C-dir. Digər variantlara da baxaq. Şagirdlərin müstəqil işlənməsini artıraraq müəllimin müdaxiləsini minimuma endirmək. Axı biz burada deyirdik, müəllim fasilitator rolunda olmalıdır, kömək eləməlidir, dəstək verməlidir. Ona görə bunu da götürmürsünüz. Həm də ki, dizayn düşüncəsinin əhəmiyyətini izah eləmir axı bu variant. Yəni bizə demir ki, variantlardan doğru fikir axtarın demir. Daha dəqiq izah olunan variantı axtarın deyir. Ona görə bunu da çıxırıq. Layihə və qrup işlərini sistemləşdirərək dərs vaxtından daha səmərəli istifadə etməyə imkan verir. Yəni bunları sistemləşdirirsiniz. Deyir, bu da dizayn düşüncəsinin əhəmiyyətini izah eləyirmi? İzah eləmir heç bir şey. Onun iki variantında çıxdıq. Bizə düzgün variant yox, bizə dəqiq izah olunan variantı tapın deyirlər. O da C variantıdır. 16-ya baxırıq. Şagirdlər layihə üzərində işləyərkən səhv yanaşma seçirlər. Lakin bunu özləri hələ dərk etmirlər. Deməli, səhv yanaşma seçirlər, amma özləri dərk eləmirlər. Müəllim fasilitator olaraq hansı addımı atmalıdır? Kömək edən, istiqamət verən, yol göstərən müəllim ilk olaraq hansı addımı atmalıdır? Səhvi dərhal göstərib düzgün yolu izah etməlidir. Səhvi dərhal göstərəm ki, səhviniz budur, düzgün yolu izah etməlidir, bu səhvdir. Uşaqlara istiqamət verməliyəm, yol göstərməliyəm ki, səhvləri özləri tapsınlar. Ona görə A-nı çıxdıq. Müdaxilə etmədən prosesin nəticəsini gözləməlidir. Yəni müdaxilə eləmirəm də, yəni ümid edirəm ki, siz özünüz düzəldərsiniz deyir. Qıraqdan oturub tamaşa edirəm, bu da səhvdir. Şagirdləri nəticə üzərində düşünməyə vadar edən, bəli. Yəni suallar verirəm ki, uşaqlar düşünsünlər. Yəni düşünməyə vadar edirəm ki, uşaqlar öz səhvlərini özləri tapsınlar. Bəli, düzgün cavab. Fasilitator mənim hazır cavabı deyən deyil də. Yəni vadar edirəm ki, suallar üzərində düşünsünlər, özləri tapsınlar elə. Layihəni dayandıran mövzunu yenidən izah etməlidir. Bu da səhvdir. Niyə dayandırırıq? Səhvi qeyd alıb summativ qiymətləndirmədən nəzərə alıb. Aha, uşaqlar səhv yazmırsınız, indi summativ qiymətləndirmə nəzərə alacağam, balıza aşağı salacağım deməkdir elə bu. Ona görə bu da səhvdir. Fasilitator müəllimin atacağı addım hansıdır? C variantıdır. Baxırıq 17-ci suala. 17-ci sualda qeyd olunub ki, məktəbdə tətbiq olunan qiymətləndirmə sisteminin şagirdlərin real bacarıqlarını tam əks etdirmədiyi müşahidə olunur. Bu hal narazılıq yaradır. Deməli, problem nədədir? Qiymətləndirmə sistemi şagirdlərin real bacarıqlarını tam əks etdirmir. Və bunu müşahidə edirik və bu hal narazılıqlar yaradır çoxlu. Dizayn düşüncəsi yanaşmasına görə bu vəziyyətdə atılmalı olan ən uyğun addım hansıdır? Baxın, dəyərli müəllimlər, variantlara baxmamışdan qabaq sizə sual verim. Deməli, birinci uşaqların ehtiyaclarını müəyyənləşdirməliyik. Empatiya qururam ki, deməli uşaqların real bacarıqlarını tam əks etdirmir. Yəni onların ehtiyaclarını üzə çıxardırıq da empatiya mərhələsindən söhbət gedir. Ən uyğun addımdır hansıdır atacağız? İndi gəlin baxaq. Qiymətləndirmə meyarları yenidən tənzimlənir, standartlara uyğunluğunu artırmaq üçün nəzarət mexanizmi sərtləşdirmək. Nə oldu? Bu ənənəvi rejim oldu ki, sərtləşdirmək, mexanizmi gücləndirmək və s. Bu səhvdir, bu düzgün deyil. Sərtləşdirmək, cəza və s. bunlar yoxdur. Biz müəllim yönümlü təlimlə yox, şagird mərkəzi təlimlə danışırıq. B variantına baxaq. Mövcud problemi aradan qaldırmaq məqsədi ilə beynəlxalq təcrübələrdə uğurlu olmuş hazır qiymətləndirmə modellərindən biri seçilir, hazır və tətbiq olunur. Bu da səhvdir. Əsas ehtiyacları müəyyənləşdirib, bəli, bizə nə lazımdır? Ehtiyacı, problemi müəyyənləşdirmək. Əsas ehtiyacı müəyyənləşdirib, bu ehtiyaclara cavab verə biləcək qiymətləndirmə yanaşmalarını mərhələli şəkildə sınaqdan keçirmək. Bəli, ehtiyacları üzə çıxarmaq lazımdır, çətinliyi üzə çıxarmaq lazımdır və bunun üzərindən biz işləməliyik. C variantı doğrudur. Əsas ehtiyacları müəyyənləşdirmək. Çünki uşaqları biz bayaqdan dedik ki, bu empatiya mərhələsində empatiya qururam. Onların ehtiyaclarını müəyyən edirəm. Elə bizə də o variant lazımdır. O da C variantındadır.
Problemin əsasən müəllimlərin tətbiqində yarandığını düşünüb, onlar üçün əlavə təlimatlar. Onsuz da uşaqların qiymətləndirdiyimiz sistem uşaqlar tərəfindən anlaşılmayıbsa, təzədən əlavə təlimat hesabat niyə veririk? Bu da səhvdir. Daha sonra Y variantına baxaq. Qiymətləndirmə prosesini sadələşdirir, ölçməni asanlaşdırır, diqqəti nəticələrin daha tez daha sürətli, bu da yanlışdır. Deməli, düzgün cavabımız C variantıdır. Daha sonra 18-ci suala baxırıq. Müəllim dizayn düşüncəsinə əsaslanan fəaliyyətlərdə empatiya mərhələsinin formal keçirildiyini müşahidə edir. Belə ki, şagirdlər yalnız səthi müşahidələr aparır və istifadəçilərlə ünsiyyət qurmurlar. Deməli, bu elə birinci empatiya mərhələsinə aiddir. Ünsiyyət qurmaq, müşahidələr aparmaq. Deməli, problem hardadır? Şagirdlər səthi müşahidə aparırlar. Deməli, səthi müşahidədən söhbət gedir. Problemin biri budur. Digəri isə istifadəçilərlə ünsiyyət qurmurlar. İkinci problem də budur. Ünsiyyət qurmurlar. Deməli, səthi müşahidə var və ünsiyyət var. Bu vəziyyətdə müəllimin məqsədə uyğun addımı hansıdır? Yəni, sizə lazımdır ki, bu vəziyyəti düzəltməlisiniz. Səthi müşahidə olmasın, ünsiyyət qurmaq, yəni ünsiyyəti yaxşı şəkildə qursunlar. Bunları həll eləməli. Gəlin elə bir variant axtaraq. Empatiya mərhələsi ötürür və birbaşa ideya yaratma mərhələsinə keçirilir. Mərhələni niyə ötürürük ki biz? Ona görə anı çıxdıq. Biz birinci empatiyanı qəşəng düzgün qurmasaq, heç bir şey eləməsə, digər mərhələlərdə belə baxın, doğru getmirdi. Ona görə təzədən əvvələ qayıdırdıq həmişə. Ona görə anı çıxdıq. Şagirdlərə hazır problemi təqdim edir və problemi hazır təqdim etməyə, sürətləndirmək, bu da səhvdir, bayaqdan qeyd eləmişdik bunu. Şagirdlər real istifadəçilərlə qısa müşahidələr aparmağa, müşahidə var idimi? Bəli, deməli, şərtdə nə yazmış? Uşaqlar səthi müşahidə apardı. Deməli, qısa müşahidələr aparmaq, müşahidələri sistemləşdirməyə yönəldir. Yəni ki, müşahidələri sistemləşdirir də. Nəyinə sistemləşdirirlər müşahidələri? Müşahidə etmək, yəni ümumiləşdirmək, yığca danışaraq ümumiləşdirə bilirik də biz onu. Yəni, qısa müsahibələr aparmaq, müsahibə nədir? Danışmaq. Müşahidə nədir? Elə şərtdə yazıldı, qısa səthi müşahidələr aparırlar. Yəni, burada həm danışmaq var, həm də ki, müşahidə etmək var. Deməli, elə düzgün cavabımız budur. Bizə lazımdır ki, yuxarıdakı şərtdə problem var. Onu həll edən variant hansıdır? Problem də nədir? Səthi müşahidə və ünsiyyətdə problem. Biz ölçü variantı onu axtarıq. Daha doğrusu qısa müsahibə yazıb, mən müşahidə oxudum. Qısa müsahibələr, yəni danışmaq. Çünki şərtdə problem, ünsiyyətdə problem var idimi? Bəli, ünsiyyət qurmaqda problem var. Qısa müsahibə və plus da müşahidələri sistemləşdirməyə yönəldmək. Yuxarıda müşahidə səthi olmuşdu, amma burada artıq problemi həll edə bilər. Düzgün cavabımız elə C variantıdır. Deyə baxaq, empatiya mərhələsini ev tapşırığı kimi verir və dərsdə bu mərhələyə qayıdılmır. Bu səhvdir. Deyirdi ki, həll olmadan əvvələ qayıtmaq lazımdır. Empatiya mərhələsinin nəticələri qiymətləndirməyə daxil etməyərək prosesi olduğu kimi davam etmək. Bu da səhvdir. Problem var axı, səthi müşahidə var, ünsiyyət qurmur. Niyəsə olduğu kimi davam eləyək ki. Düzgün cavabımız oldu C variantı. Baxırıq 19-cu suala. Müəllim aparılan layihə işində şagirdlərin hazırladıqları prototipləri sınaqdan keçirdikdən sonra onların ilkin gözləntilərini tam qarşılamadığını müşahidə edir. Buna baxmayaraq müəllim prosesi dayandırmır və şagirdlər yenidən əvvəlki mərhələyə qayıtmağa təşviq edir. Yəni ki, dayandırmıram da, əvvələ qayıdıram. Bu doğrudur da. Onsuz da biz deyirdik axı, prosesi dayandırmaq lazım deyil. Əvvələ qayıdan, əvvəldən bir də başlayın. Müəllim bu addımı hansı yanaşmanı özündə əks elətdirir, etibar edir. Elə bir şey axtarmalıdır. Həll yollarını mərhələli şəkildə yekunlaşdırması. Biz axı əvvələ qayıdırdıq. Həll yollarını mərhələli şəkildə yekunlaşdırması uyğun gəlmir axı. Hansı, neynəməliyik? Neynəməliyik? Əvvələ qayıtmalıyıq. Ona görə bunu çıxdıq. Daha sonra B variantına baxaq. Proses xətti və ardıcıl şəkildə icra olunması. Axı, xətti olsa, ardıcıl olsa, necə əvvələ qayıda bilirik? Xətti yox, qeyri-xətti olmalı. Ona görə bu da səhvdir. Ən optimal, A, B, bu C olmalıdır əslində. A, B, C, D olmalıdır. 2 dənə D var burada. Ən optimal ideyanı əvvəlcədən seçilməsi. Əvvəlcədən ən optimal, ən düzgün seçmək deyildi. Bunu dərsdə bayaqdan qeyd elədik, daha doğrusu test izahında. Buna çıxırıq. Davamlı təkmilləşdirməyə əsaslanan, təkrarlanan yanaşma. Bəli, davamlı təkmilləşməyə görürəm ki, uşaqlar sınaqdan keçirdəndə müşahidə elədik ki, uşaqların gözlərində tam qarşılamadı. Hara qayıdırıq? Əvvələ qayıdırıq, təzədən başlayırıq, təkmilləşdiririk. Deməli, düzgün cavabımız oldu D variantı. Nəticə yönümlü, sürətli qərar vermə bayaqdan dedik ki, bu olmur. Düzgün cavabımız oldu D variantı.
Baxırıq 20-ci suala. Aşağıdakı mülahizələrdən hansı dizayn düşüncəsinin təhsilə tətbiqi ilə ziddiyyət təşkil edir? Yəni bizim danışdığımız dizayn düşüncəsinə zidd olan hansıdır deyir. Gəlin baxaq. Adı nə yazılıb? Deyir ki, dizayn düşüncəsi müəllimi hazır bilik ötürən yox, öyrənmə prosesini istiqamətləndirən, şagirdlər düşünməyə təşviq edən fasilitator kimi təqdim edir. Bəli, hazır cavabı ötürmür deyir. Müəllim istiqamət verir, yol göstərir. Bu doğrudur, amma götürmürsünüz. Bizə zidd lazımdır. Dizayn düşüncəsində məqsəd əvvəlcə müəyyən edilmiş optimal nəticəyə çatmaqdır və prosesi əsasən bu nəticəni təmin edən texniki addımlar kimi qəbul olunur. Yəni bu əgər əvvəlcədən müəyyən olunmuş yol varsa, əvvəlcədən özü deyir texniki addımlar şəklində qəbul olunur da, yəni formal xarakter daşıyır. Əgər burada əvvəlcədən müəyyən edilmiş yollar varsa, bəs dizayn düşüncəsində demirdi, yeni yollar təklif etmək, yaradıcı təfəkkür inkişaf eləyir. Nə oldu? Burada heç bir inkişaf eləmədi ki. Ona görə bu yanlışdır, bu ziddir. Dizayn düşüncəsində deyirdi ki, yeni yollar təklif edir, uşaqlar yaradıcılığı inkişaf edir, problemi həll edir. Əvvəlcədən hazır yollar təklif eləmirlər. Ona görə B variantı yanlışdır. Bizə səhvi soruşdular, səhv B-dir. Digər variantları da oxuyaq. Prototiplər dizayn düşüncəsi nəticəsində nəticə göstərməkdən çox rəy toplamaq və öyrənmək üçün istifadə olunur deyir. Bəli, orada rəy toplayırdıq, məhdud istifadəçi yanında sınaqdan keçirdirdik. Bu da doğrudur. Test mərhələsində əldə olunan nəticələr ehtiyac yarandıqda əvvələ qayıdın deyir. Empatiya və problemləri müəyyənləşdirmə mərhələsinə qayıtmaq olar deyir. Düz deyir, olar. Bayaqdan dəfələrlə qayıtmışıq. Dizayn düşüncəsi şagirdlərdə real və mənalı problemlər üzərində işləmə bacarığını formalaşdırır. Bəli, bu da doğrudur. Real həyatı problemlər, real həyatı vəziyyətə uyğunlaşma, problemləri həll etmə bacarıqlarını formalaşdırır. Y variantı da doğrudur. Yanlış cavabımız oldu B variantı. 21-ə baxırıq. 20-ci sualda nə yazıb? Müəllim müşahidə edir ki, dərslərdə şagirdlərə təqdim olunan mövzunu əzbərləsələr də, onun real vəziyyətdə tətbiq etməkdə çətinlik çəkirlər. Problemi dizayn düşüncəsi yanaşması ilə həll etmək qərarına gələn müəllim ilk olaraq dərs prosesində dəyişiklik etməzdən əvvəl şagirdlərin mövzu necə qavradığını, hansı mərhələdə çətinlik yaşadığını araşdırır. Uşaqların çətinliklərini müəyyənləşdirir, harda çətinliyiniz var və s. onların elə bir ehtiyaclarını üzə çıxardıram. Ehtiyaclarını üzə çıxarmaq, onların çətinliklərini üzə çıxardıram. Yəni bir növ uşaqlarına empatiya qururam da. Siz başa düşmürsünüz deyib keçmirəm. Uşaqların çətinliklərini başa düşürəm, anlayıram. Deyir ki, şərtə baxın dəyərli müəllimlər. Deyir, bu situasiyada müəllim dizayn düşüncəsinə uyğun, daha məqsədə uyğun atacağı addım hansıdır? Daha məqsədə uyğun olan tapmalıyıq. Yəni variantlara baxaq. Mövzu üzrə əlavə izah vermək. Onsuz uşaq onu başa düşməyib, bu bir. Bir də dərs saatını artırmaq. Başa düşməyibsə, əlavə izah verməyin, dərs saatını artırmaq heç bir mənası yoxdur. Daha sonra B variantına baxaq. Şagirdlər anlayış səviyyəsini və çətinlik yaşadan məqamları müəyyənləşdirmək üçün müşahidə aparmaq. Ümumiyyətlə belə yadda saxlayın. Biz hansı mərhələdən danışdıq hal-hazırda? Dedik ki, empatiya qurur müəllim. Şagirdlər arasında empatiya qurur. Empatiyada biz demişdik ki, müşahidələr aparmaq, müsahibə, sual vermə. Mən istifadəçilərlə necə empatiya qura bilərəm? Müşahidə eləməliyəm, müsahibə götürüb sual verməliyəm da onlara. Çətinliyiniz nədir? Hardadır sizin çətinliyiniz? Ümumiyyətlə müşahidələr, müsahibə, sual vermək və s. bu elə empatiya mərhələsinə aiddir. Bizdə də empatiya lazımdır. Elə o da B variantına aiddir. Çünki biz onu müşahidə eləyərək, müsahibə götürərək müəyyənləşdirə bilirik də uşaqların problemlərini. B variantı düzdür. Digər variantlara da baxaq. Mövzunun daha tez qavranılmasını təmin etmək üçün məqsədli şəkildə qiymətlənən meyarları daha tələbkar şəkildə səhvdir. Daha tez qavranılması bu da səhvdir, sürətli şəkildə. D variantına baxaq. Tədris proqramında dəyişiklik edilməsi ilə bağlı rəhbərliyə təklif təqdim etmək bu da səhvdir. Yəni bu variantın buraya nədiyyatı var idi. Mövzunu daha asanlaşdırılmış formada yenidən izah etmək bu da səhvdir. Uşaqlar çətinlikləri tapmısınız. Çətinlikləri tapandan sonra onu necə müəyyənləşdirir? Onların başa düşüb düşmədiyini, anlayış səviyyəsini müşahidələr apararaq müəyyənləşdirirsiniz. Deməli düzgün cavabımız oldu B variantı. Daha sonra baxırıq 22-ci suala. Aşağıdakılardan hansı dizayn düşüncəsinə yiyələnmiş müəllimin davranışı daha dəqiq ifadə olunub, daha dəqiq, daha doğrunu tapmalıyıq? Gəlin bir yerdə axtaraq. Şagirdlərin qarşılaşdığı problemləri təhlil edir, ən optimal həll yolunu onlara təqdim edir. Müəllim onlara həll yolu təqdim edir. Bu şagirdlər nə işlə məşğuldur? Bu səhvdir, bu müəllim eləyir də. Şagirdlər işlə eləmədi axı burada. Bu səhvdir, bunu çıxdıq.
Dərs zamanı vaxt itirməmək üçün mümkün həll variantları əvvəlcədən müəyyən etmək və şagirdlərə həmin variantların birini seçməyə. Yeni yol yoxdur. Əvvəlcədən müəyyənləşdirmişəm. Deyirəm, tez uşaqlar bunlardan birini seçin. Bu dizayn düşüncəsinə uyğun bir yanaşmadırmı? Təbii ki, deyil. Dizayn düşüncəsinə deyirdi ki, yaradıcılığı inkişaf eləyir, uşaqlar mümkün qədər çoxlu ideyalar irəli sürür və s. Ona görə bu da səhvdir. Şagirdlərin ehtiyaclarını anlamağa yönəlmiş suallar qurub, onların problemlərini həll prosesində fəal iştirakçıya çevirmək. Bəli, ümumiyyətlə dizayn düşüncəsi mənası ilə problemləri həll etmək, yaradıcı təfəkkürü inkişaf elətdirmək. Yəni deyirik, burada şagirdlər fəal olurlar. Əlbəttə ki, fəal olurlar. Empatiya qururlar, problemlərini anlayırlar, problemləri həllində fəal iştirakçı olurlar şagirdlər. Bu doğrudur. Çünki şagird mərkəzli modeldir bu elə. C variantı doğrudur. C-ni götürəcəksiniz. Şagirdlərin çətinlik yaşadıklarını gördükdə mövcud tapşırıqları sadələşdirir və riski minimuma endirir. Tapşırığı sadələşdirəndə problem həll olunmur. Axı bizə lazım problemi həll edən variant lazımdır. Ona görə bunu da çıxırıq. Effektivliyi əvvəl sübut olunmuş yanaşmalara üstünlük verir və mövcud problemi bu modellərə uyğun. Yəni hazır modellər var da, hazır modellərdən istifadə edin. Axı biz şagird olaraq bizdə yaradıcılıq inkişaf eləməyəcək. Ona görə bu da səhv. Hazır model vermək, əvvəlcədən hazırlanmış model, hazırlanmış həll yollarını təklif etmək bu dizayn düşüncəsinə zidd fikirlərdir. Düzgün cavabımız oldu C variantı. Baxırıq 23-cü suala. Dizayn düşüncəsi yanaşması ilə bağlı hansı fikir səhvdir? Səhvi olan axtarmalıyıq. Bayaqdan dizayn düşüncəsi haqqında ətraflı məlumat əldə etmişik onsuz da. Səhv variantı avtomatik görəcəyik variantları təhlil eləyəndə. A-dan başlayaq. Dizayn düşüncəsində problemə yanaşma istifadəçinə ehtiyac və təcrübələrini anlamaqla başlayır. Ehtiyac və təcrübəni anlamaq, çətinliklərini anlamaq hansı mərhələdə idi? Empatiya. Deyir ki, dizayn düşüncəsi empatiya ilə başlayır deyir. Düzdür, empatiya ilə birdir. Bu doğrudur, götürmürsünüz. Empatiya mərhələsində toplanan müşahidələr və rəy məlumatları problemi daha dəqiq, fəaliyyət yönümlü şəkildə formalaşdırılmasına xidmət edir. Ümumiyyətlə, ikinci mərhələ demişdik ki, empatiya zamanı müşahidə olunan məlumatlar toplanıb, əsas çətinlik nədir? Onu üzə çıxardırıq. Yəni, bir də ümumiləşdirir, ikidə artıq problemi tapırıq deyir. Bu doğrudur. Bir səhv cavab lazımdır. Daha sonra digər varianta baxaq. İdeya yaratma mərhələsində əsas məqsəd ideyaları erkən mərhələdə süzgəcdən keçirib real və tətbiq oluna bilən həlləri saxlamaqdır. Axı biz ideya yaratmaq mərhələsində demişdik ki, ən doğru yolu seçmək deyil. Məqsəd nədir? Çoxlu ideyalar irəli sürməkdir. Həm də buradan deyir ki, süzgəcdən keçirib, biz orada ideyalar səsləndirib, hələ sınaqdan keçirmirik. Ən doğru yol seçməyə məcbur deyilik. Əsas məqsəd nə idi? Mümkün qədər çoxlu ideyalar irəli sürməkdir. Əsas məqsədi ən doğru yol seçmək deyildi. Elə bu variant səhvdir. Bunu bayaqdan dəfələrlə qeyd eləmişik. Ümid edirəm ki, yadımızda qaldı. Düzgün cavabımız oldu C. Bizdə yanlışı soruşur da, yanlış da C-dir. Yəni, digər variantlara da baxaq. Prototipləşdirmə mərhələsi, yəni 4-cü mərhələdən söhbət gedir. İdeyanın sadə, sınaqdan keçirilə bilən və rəy toplamağa imkan verən formaya salınması nəzərdə tutulur. Bəli, görülə biləcək, rəy verilə biləcək bir formaya salınır, deyir. Doğrudur. Test mərhələsində əldə edilən rəy qərarlar üçün əsas rol oynayır. Bəli, yəni dəqiq rəylər verilməlidir, deyir. Bu doğrudur. Yanlış cavabımız oldu C variantı. 24-də baxırıq. Şagirdlər məktəbdə keçirilən tədbirlər haqqında məlumatların vaxtında onlara çatmadığını bildirirlər. Yeni məlumatlandırma forması şagirdlər arasında məhdud şəkildə tətbiq edilir. Yəni, yeni bir forma hazırlamısınız, onu məhdud istifadəçinin yanında sınaqdan keçirdir. Sizə bir növ prototipləşdirmə mərhələsində demirdik biz bunu. Bəli, prototipləşdirmə mərhələsində biz deyirdik, məhdud istifadəçinin yanında sınaqdan keçirirdik və s. Deyir, şagird bu həll yolunu effektivliyi müəyyənləşdirmək istəyir. Bu situasiyada şagirdin dizayn düşüncəsinə əsasən tətbiq etdiyi mərhələ hansıdır? Düşüb belə bir şey axtarmalıyıq. Mövcud problemin həllinə dair alternativ yanaşmaları mümkün təsirlərini əvvəlcədən proqnozlaşdırmaq. Bu səhvdə əvvəlcədən proqnozlaşdırmaq deyir. Seçilmiş ideyanın tətbiq potensialının nəzəri göstəricilər əsas. Nəzəri göstəricilərdə əzbərçi. Axı, bu dizayn düşüncəsində bir növ praktikadır. Praktika əsasında müəyyənləşdirir. Nəzəri biliklər əsasında eləmirik biz bunu. Buna çıxdıq. Hazırlanmış həll yolunu real istifadəçilər mühitində sınaqdan keçirmək və rəy müşahidələr toplamaq. Ümumiyyətlə, bu hansı mərhələdir? Rəy toplamaq, istifadəçinin yanında sınaqdan keçirdirik və müşahidələr toplamaq. Haradaydı bu?
Bəli, bu elə prototipləşdirmə mərhələsinə aiddir. Bizə də o lazım idi. Düzgün cavabımız elə C variantıdır. Digər variantlara da baxaq. Problemi daha geniş kontekstdə yenidən formalaşdırılmasını təmin etmək. Bu bir növ əvvələ qayıtmaqdır da. Bizə 4-ə aid olanı tapın deyirdilər. Sınaq nəticələrinə əsaslanmadan həll yolunu ümumi və sınaq nəticə əsaslanmadan dediyi üçün avtomatik burada səhvdir. Düzgün cavabımız oldu. C variantı. Baxırıq sonuncu 25-ci suala. Müəllim dərs zamanı şagirdlərin pasiv şəkildə iştirak etdiyini müşahidə edir. Öyrənmə prosesində motivasiyanın aşağı olduğunu hiss edir. Dizayn düşüncəsi yanaşmasına görə bu vəziyyətdə müəllimin atmalı olduğu ən düzgün ilkin addım hansıdır deyir. Deməli, müəllim eləyir, empatiya qurur, uşaqların motivasiyası azaldığını görür, pasiv iştirak etdiyi müşahidə edir. Deməli, onların ehtiyaclarını üzə çıxartdı, ehtiyaclarını müəyyən və empatiya qurdu şagirdlərlə. Ən doğru, ən düzgün addım hansı ola bilərdir? Gəlin variantlara baxaq. Şagirdlərin passivliyini aradan qaldırmaq məqsədi yeni və daha maraqlı fəaliyyətlər. Əlavə fəaliyyət verəndə uşaqda olan problem həll olundu mu? Olmadı. Onsuz bir dənə problem var da, yeni məlumatlar niyə verirəm uşaqlara? Bu səhvdir. Bizə lazımdır problemi həll edən variant tapın deyir. Mövcud dərs planını dəyişdirir və fərqli təlim metodlarını tətbiq etməyə. Bunu başa düşmürsə planı dəyişdirirəm deyir, başqa şey keçirəm. Yəni fərqli təlim metodlarını tətbiq etməyə başlayır. Bu da səhvdir. Şagirdlər yaşantılarını, ehtiyaclarını və emosional vəziyyətini dərk etmək məqsədilə müşahidələr aparır. Bəli, mən müşahidə apardım. Ümumiyyətlə müşahidə aparmaq, müsahibə aparmaq elə empatiya mərhələsindədir. Deyir ki, müəllim şagirdlərin yaşantıların, ehtiyacları, emosional vəziyyətini dərk elədi. Onlarla empatiya qurdu ki, uşaqların çətinliyini müəyyənləşdirir deyir. Bəli, düz deyir. Sual şərtində yazılıbdır, ehtiyaclarını müəyyənləşdirmək, onların motivasiyanın aşağı olduğunu hiss edir, ehtiyaclarını üzə çıxardır. Elə düzgün cavabımız C variantıdır. Digər variantlara da baxaq. Pasiv iştirak edən şagirdləri üçün əlavə tapşırıqlar vermək. Onsuz uşaq onu başa düşməyibsə, əlavə tapşırığı niyə verir uşağa? Yəni bizə problem həll edən variant lazımdır. Əlavə tapşırıq verəndə onsuz uşaq yenə başa düşməyəcək, yenə motivasiya aşağı olacaq. Y variantına baxaq. Problemin dərs mövzusu ilə bağlı olduğunu düşünür, mövzunun çətinlik səviyyəsini azaldır. Bu vəziyyəti həll etməyin yoludurmu? Yox. Bizə lazımdır ki, səbəbini bilək. Səbəbi nə idi? Motivasiyaları aşağıdır. Uşaqların, yəni passivliyi nümayiş elətdirirlər. Bizə lazımdır ki, bunu müəllim necə tapdı? Necə tapdı? Empatiya qurdu, uşaqlarla müşahidələr apardı, müsahibə, yəni danışmaq, müsahibələr hamısı hardadır? Empatiya mərhələsində. Empatiyanı, onların hisslərini anlamaq, onların çətinliklərini anlamaq üçün yəni biz müşahidə aparaq, müsahibə götürək ki, onların hisslərini, çətinliklərini anlayaq, başa düşək. O da düzgün cavab oldu C variantı. Ümid edirəm ki, bu testin izahı hər birinin üçün faydalı oldu. Dinlədiyiniz üçün də təşəkkür edirəm.